Salam, hörmətli fizik tərbiyə müəllimləri və müəllim adını qazanmaq istəyən müdavimlər. Bu gün izah edəcəyim sınav Olimpiya oyunları haqqındadır. Qısa bir sınavdır. Gəlin sizlərlə sınağa başlayaq. Deməli, ilk sualımız nədir? İlk sualımıza baxaq. Müstəqil ölkə kimi əldə etdiyimiz ilk medal. Olimpiya oyunlarında əgər sual bizim baxın variantımızda müstəqil sözünü görməsəydik, biz ilk medal olaraq 15-ci Olimpiya oyunlarına qayıdardıq. 1952-ci il Helsinkidə keçirilmişə Rəşid Məmmədboyevu götürərdik. Ancaq müstəqil sözünü görürüksə, deməli biz 26-cı Olimpiya oyunlarını götürməliyik. Yəni Atlantada keçirilən 26-cı Olimpiya oyunlarında da gümüş medal, yəni müstəqil ölkə kimi ilk medalımız gümüşdür. Bizim Olimpiya oyunlarında da ilk medalımız gümüşdür. Rəşid Məmmədbəyovdur. Açar söz kimi müstəqillik sözünü görəndə 26-cı Olimpiya oyunlarını götürürük. İkinci sualımız. Müstəqil ölkə kimi ilk medalımızı qazanan idmançı. Bəli, müstəqil ölkə kimi ilk dəfə biz Olimpiya oyunlarına 1996-cı il Atlantada çıxış etmişik. Atlantada da çıxış etdiyimiz Olimpiya oyunu 26-cı Olimpiya oyunlarıdır və biz 26-cı Olimpiya oyunlarında ilk medalımızı gümüş medal qazanmışıq. Namiq Abdullayev qazanıb. Cavabımız C variantı. Gəlin üçüncü sınağa baxaq. Müstəqil ölkə kimi əldə etdiyimiz ilk qızıl medal. Yenə səslənirəm ki, biz müstəqil sözünü görməsəydik, 1964-cü ilə qayıdardıq. 1964-cü ildə Viktor Miniyevi götürərdik. Ancaq biz müstəqil sözünü gördüyümüzə görə deyirik ki, 2000-ci il Sidneydə, 2000-ci il Sidneydə 27-ci Olimpiya oyunları eləyir. Cavabımız C variantıdır. Dördüncü sual. Müstəqillik dövründə Olimpiya oyunlarında ilk medalı qazanan idmançı. Müstəqillik dövründə ilk qızıl medalımızı istəyirsə, biz qayıdırıq 2000-ci ilə. 2000-ci ildə də ilk qızıl medalımızı Namiq Abdullayevlə Zemfira Meftəxəddinova. Ancaq bizim ilk qızıl deyəndə Zemfira Meftəxəddinovanı götürürük. 5-ci sual. 31-ci Olimpiya oyunları. İlk öncə qayıdaq görək. 31-ci Olimpiya oyunları neçənci ildir? 2016-cı il. 2016-cı ildə Olimpiya oyunları Rioda keçirilmişdi. Rioda keçirilən Olimpiya oyunlarında ən çox medal, yəni 18 medal qazanmışıq. Qazandığımız 18 medaldan biri qızıl medal olub. Hansı idman növü üzrə? Taekwondo idman növü üzrə. Kim qazanıb? Radik Sayev. 31-ci Olimpiya oyunlarının qalibi deyirsə, heç ardını oxumadıq. Yəni 4-cü İslam Həmrəylik oyunlarının qalibini də istəyir ardıca bizdən. Amma biz cavabı hardan tapdıq? 31-ci Olimpiya oyunlarının qalibi ilə. Radik Sayev. Növbəti sualımız. 30-cu Olimpiya oyunlarının qalibi və 31-ci Olimpiya oyunlarında gümüş medal qazanan idmançı və yaxud da medalçısı. Baxaq görək. 30-cu Olimpiya oyunları neçənci il eləyir? 30-cu Olimpiya oyunları 2012-ci il eləyir. 2012-ci ildə biz 2 qızıl medal qazanmışıq. Oyunlar Londonda keçirilib. Toğrul Əsgərovla Şərif Şərifov qazanıb. Amma ardınca gümüş medal qazanan idmançını istəyirsə, cavabımız D variantıdır. Şərif Şərifov ardınca bürünc medal qazanıb. 7-ci sual. 30-cu Olimpiya oyunlarında qızıl medalı hansı idman növü üzrə əldə etmişik? 30-cu Olimpiya oyunları bayaq qeyd etdiyimiz kimi 2012-ci il Londondur. 2012-ci il Londonda biz 2 medal qazanmışdıq. Toğrul Əsgərovla Şərif Şərifov. Yəni 2 qızıl medaldan söhbət gedir. 2 qızıl medalımızı qazanan idmançı Şərif Şərifovdan Toğrul Əsgərov güləş idman növü üzrə əldə edib. Deməli bizim variantımız A. Növbəti sualı keçirik. 31-ci Olimpiya oyunlarında qızıl medalı hansı idman növü üzrə əldə etmişik? 31-ci Olimpiya oyunları 2016-cı ildir. 2016-cı ildə biz Radik Sayev, yəni 18 medaldan biri qızıl olmuşdu. Taekwondo idman növü üzrə qazanmışdıq. Cavabımız B variantı. Növbəti sual, 9-cu suala baxırıq. 32-ci Olimpiya oyunlarında gümüş medal qazanan idmançımız. 32-ci Olimpiya oyunlarında üzrünü sayın. 32-ci Olimpiya oyunları Tokyo Olimpiya oyunlarıdır. Tokyoda gümüş medal istəyirsə, Maria Statnik bürünc medal qazanıb. İrina Çinderska bürünc medal qazanıb. Rafiq Hüseynov bürünc medal qazanıb. Rafael Ağayev isə karate idman növü üzrə gümüş medal qazanıb.
Cavabımız D variantı. 10-cu sual. 32-ci Olimpiya oyunlarında karate idman növü üzrə neçə medal əldə etmişik? 32-ci Olimpiya oyunlarında karate üzrə İri Nəzarətski və Rafael Ağayev. Cavabımız B variantı. Növbəti suala baxaq. 11-ci sual. 32-ci Olimpiya oyunları Tokyo Olimpiya oyunları edir. Tokyo Olimpiya oyunlarında karate idman növü üzrə medal qazanan idmançılar. Hacı Əliyev güləşçidir. Rafiq Hüseynov güləşçidir. Rafael karate idman növü üzrədir. İrina Zaretska karate idman növü üzrədir. Radik Sayev isə taekwondo. Deməli variantımız 3 və 4. Bu da eləyir C variantı. 13-cü sual. 32-ci Olimpiya oyunlarının qalibi 33-cü 33-cü Olimpiya oyunlarının qalibi istəyirsə, Radik Sayev olmayıb, Toğrul Əsgərov, Hidayət Heydarov. Bəli, doğru cavabımız Hidayət Heydarovdur. Amma gələk sualın ardıcı görək bizdən nə istəyir? 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi. Biz nəyə görə C variantını vurduq? Çünki Hidayət Heydarov həm 33-cü Olimpiya oyunu, Parisdə keçirilən Olimpiya oyunlarının qalibi olub, qızıl medalçısı, həm də 4-cü İslam Həmrəyliyi oyunlarında qızıl medal qazanıb. Zelim Kostyov isə 4-cü İslam Həmrəyliyi oyunlarında olmayıb. 13-cü sual. Gəlin 13-cü suala baxaq. 33-cü Olimpiya oyunlarında cüdo idman növü üzrə medal qazanmışıq. Neçə medal qazanmışıq? Cüdo idman növü üzrə 2 medal qazanmışıq. 2 qızıl medalımız olub, ikisi də cüdo idman növü üzrə olub. 14-cü sual. 33-cü Olimpiya oyunlarında cüdo idman növü üzrə medal qazanan idmançı. Həsrət Cəfərov, xeyr. Maqet Maxan, xeyr. Zelim Bəl. Cüdo idman növü üzrə Zelim Kotsoyev qızıl medal qazanıb. 15-ci sual. 3-cü Avropa oyunlarının gümüş medalçısı. Eyni zamanda bağlanış mərasimində bayraqdarı. Burada yəqin ki, 3-cü Avropa oyunlarının bağlanış mərasimi, açılış mərasimini desəydi, Yaylagül Ramazanova ilə Barat Quluyevi götürə bilərdik. Ancaq bağlanış mərasimi dediyinə görə cavabımız Məhəmməd Abdullayevdir. 16-cı sual. Olimpiya oyunlarında müstəqillik dövründə 4 dəfə. Biz müstəqillik sözünü görməsəydik, yəni 1964, 68, 72, 76-cı illərə qayıdıb İnna Rizqalı götürə bilərdik, voleybolçumuz. Ancaq müstəqillik dövrünü dediyinə görə cavabımız Mariya Statnikdir. 17-ci sual. 32-ci Olimpiya oyunlarının mükafatçısı və 2-ci Avropa oyunlarının qalibi. 2-ci Avropa oyunlarında qalib deyəndə qızıl medal qazanan idmançını istəyir bizdən. Rafiq Hüseynov. Baxaq Alfonso Domingos. Alfonso Domingos həm Tokyo Olimpiya oyunlarında bürünc medal qazanıb, həm də 2-ci Avropa oyunlarında qızıl medal qazanıb. Asiman Qurbanlı 2-ci Avropa oyunlarında qızıl medal qazanıb, ancaq 32-ci Olimpiya oyunlarında iştirak etməyib. Səhvdir. Rafiq Hüseynov Tokyo Olimpiya oyunlarında iştirak edib, ancaq 2-ci Avropa oyunlarında iştirak etməyib. İrina Zaretska. İrina Zaretska 32-ci Olimpiya oyunlarında gümüş medal qazanıb. Lakin 2-ci Avropa oyunlarında isə gümüş medal qazandığı üçün qalib sayılmır. Deməli, bizim doğru variantımız A variantıdır. Alfonso Domingos. Növbəti sualımıza baxaq 18-ə. 18-ci sual. 33-cü Olimpiya oyunlarında komanda hesabı ilə tutduğumuz yer. Biz 2012-ci ildə komanda hesabı ilə 30-cu yerə çıxmışıq. Bir də 2024-cü ildə komanda hesabı ilə 30-cu yerə çıxmışıq. Bu da ən yaxşı nəticəmiz edir. 19-cu sual. 33-cü Olimpiya oyunlarında neçə medal əldə etmişik? Həm 2021, həm də 2024-cü Tokyo və Paris Olimpiya oyunlarında əldə etdiyimiz medalların cəmi 7-dir. Müstəqillik dövründən Olimpiya oyunlarında əldə etdiyimiz qızıl medalların cəmi. Biz bunun cəmini hesablamaq üçün baxırıq. 96-cı ildə bizim gümüş medalımız olub, qızıl medalımız olmayıb. 2000-ci ildə 2 qızıl medalımız olub. 2004-cü ildə 1 qızıl medalımız olub. 2008-ci ildə 1 qızıl medalımız olub. 2012-ci ildə 2 qızıl medalımız olub. 2016-cı ildə 1 qızıl medalımız olub. 2020-ci ildə qızıl medalımız olmayıb.
2024-cü ildə isə 2 qızıl medalımız olub. Biz bunları toplasaq 2, 2, 2. Deməli 6, 7, 8, 9. Variantımız A. Bizim müstəqillik dövründən indiyə qədər Olimpiya oyunlarında 9 qızıl medal əldə etmişik. Dəyərli müəllimlər və müdavimlərim, bugünkü izahdan bu qədər. Sağ olun. Növbəti paylaşımlarda görüşənədək.